izahın dedikdə bir məsələyə fikir vermək lazımdır. Tamamlıq nəyin üzərində, kimin üzərində, haranın üzərində iş görülürsə, baxın, tamamlıq odur. Ona görə tərifində nə deyir? Əşyanın obyektini, yəni üzərində iş görüləni bildirir. Yəni mən nəyin üzərində, kimin üzərində iş görürəmsə, haranın üzərində iş görürəmsə, baxın, tamamlıq odur. Tamamlıq üzərində iş görüləni bildirməklə yanaşı, həm də kimə, nəyə, kimi, nəyi, haranı, kimdə, nədə, kimdən, nədən, kim ilə, nə ilə, kim üçün, nə üçün, kim haqda, nə haqda bu suallardan hər hansı birinə cavab verir. Deməli, sözün tamamlıq olduğunu bilmək üçün bilmək lazımdır ki, tamamlıq bu suallara cavab verir. Bax, bu suallara və əşyanın üzərində iş görüləni bildirir. Yəni, əşyanın obyektini bildirir. Ay müəllim, bu qədərini necə yaddan saxlayacağam? Sizə deyim, bax, kimə nəyə yönlük alın sualdır, hə? Həm də cümlə üzü kimi tamamlığın sualdır. Kimi, nəyə, haranı təsirli qalın sualdır, həm də cümlə üzü kimi tamamlığın sualdır. Kimdə nədə yerli qalın sualdır, həm də cümlə üzü kimi tamamlığın sualdır. Kimdən nədən çıxışlı qalın sualdır, həm də cümlə üzü kimi tamamlığın sualdır. Və eyni zamanda kim ilə, nə ilə, bax, bu qoşmalı suallar deyirlər də buna. Kim üçün, nə üçün, kim haqda, nə haqda, bunlar da tamamlığın suallardır. Dedik ki, tamamlıq əşyanın, deməli, obyekti bildirir, əşyanın obyektini bildirir. Yəni, üzərində iş görüləni bildirir tamamlıq. Məsələn, Əliyə dedi. Sual verirəm, özdə tamamlığın altından müəllimlə qırıq-qırıq xətt çəkilir. Əliyə dedi, sual verirəm, kimə? Əliyə. Əliyə sözü kimə sualına cavab verdi, kimə sualına cavab verdi. Düzdür? Mən kimin üzərində iş görmüşəm? Əlinin. Əliyə deməkdən əlinin üzərində iş görmüşəm də. Bax, Əliyə üzərində iş görüləndi və kimə sualına cavab verdi? Deməli, tamamlıqdır. Dedi, nə etdi? Dedi, xəbər. Xəbərdir. Özdə nə et sualına cavab verdiyinə görə feil xəbərdir. Kimə dedi? Əliyə. Əliyə sözü kimə sualına cavab verdi və tamamlıqdır. Kitaba bax. Nə et bax. Nə et sualına cavab verdiyinə görə yenə də bax feil xəbərdir. Nəyə bax? Kitaba. Nəyə sualına cavab verdiyinə görə kitaba sözü də oldu nə? Tamamlıq. Əlini çağır. Çağır nə et? Nə et sualına cavab verdiyinə görə feil xəbərdir. Kimi çağır? Əlini. Əlini kimi sualına cavab verdiyinə görə tamamlıqdır. Kitabı oxu. Oxu. Nə et sualına cavab verdiyinə görə feil xəbərdir. Nəyi oxu? Kitabı. Kitabı da nəyə sualına cavab verdiyinə görə tamamlıqdır. Bakını gəz. Gəz. Nə et sualına cavab verdiyinə görə feil xəbərdir. Haranı gəz? Bakını. Bakını da haranı sualına cavab verdi deyə tamamlıqdır. Deməli, eyni zamanda baxın, Əlidə var. Var, yox, lazım, gərək, mümkün, bəs. Xəbər mövzusunun keçində dedim ki, bu sözlər var, yox, lazım, gərək, mümkün, bəs sözü suala cavab verməyən predikativ sözlərdir və birbaşa cümlənin ismi xəbəri olur. İsim xəbəri. Kimdə var? Əlidə var. Əlidə kimdə sualına cavab verdiyinə görə tamamlıqdır. Kitabda var. Var ismi xəbərdir. Kimdə var? Nədə var? Kitabda. Kitabda sözdə tamamlıqdır. Əlidən danış. Danış nə et sualına cavab verdiyinə görə feil xəbərdir. Kimdən əldən? Əldən kimdən sualına cavab verdiyinə görə tamamlıqdır. Kitabdan yaz. Yaz nə et sualına cavab verdiyinə görə feil xəbərdir. Nədən yaz? Nədən sualına cavab verdiyinə görə kitabdan oldu tamamlıq. Əli ilə danış. Danış nə et sualına cavab verdiyinə görə feil xəbərdir. Kim ilə? Əli ilə. Əli ilə kim ilə sualına cavab verdiyinə görə tamamlıqdır. Qısa konkret. Hansı sözlər ki, hansı sözlər, söz birləşmələri kimə, nəyə, kimi, nəyi, haranı, kimdə, nədə, kimdən, nədən, kim ilə, nə ilə, kim üçün, nə üçün, kim haqda, nə haqda suallarından hər hansı birinə cavab verirsə, deməli tamamlıqdır. İndi tamamlıqlarımızın altında özə dedik ki, qırıq-qırıq xətt çəkilir, düzdür? Tamamlıqlarımız da quruluşca iki cür olur. 1. Sadə tamamlıq, sadə. 2. Mürəkkəb tamamlıq, mürəkkəb. Sadə tamamlıqlarımız sözlərlə ifadə olunur. Yəni, gördünüz ki, tamamlığımız sözdür, bilin ki, sadə tamamlıqdır. Məsələn, Əliyə dedi də, Əliyə sözü tamamlıqdır. Və tamamlığımız nə ifadə olunub? Sözlə. Deməli, Əliyə tamamlığı sadə tamamlıqdır sözlə ifadə olunduğuna görə. Eyni zamanda kitaba sözü sözlə ifadə olunub.
Sonra əlini tamamlığı, kitabı tamamlığı, Bakını tamamlığı, Əlidə tamamlığı, kitabda, Əlidən, kitabdan, Əli ilə, kitab ilə. Bu tamamlıqların hamısı baxıram görürəm ki, sözdən ifadə olunub. Ona görə bu tamamlıqların hamısı sadədir. İndi bir dənə mürəkkəb tamamlıq yazaq. Onun kitabını oxudu. Oxudu. Əvvəlcə hər zaman cümlələr təhlil edəndə birinci xəbərə sual veririk. Oxudu, nə etdi, oxudu. Nə etdi sualına cavab verdiyinə görə feili xəbərdir. Nəyi, onun kitabının da nəyi sualına cavab verdiyinə görə. Bu da ismi xəbərdir. Üzr istəyirəm. Bax, oxudu, nə etdi sualına cavab verdiyinə görə feili xəbərdir. Nəyi oxudu? Onun kitabını. Onun kitabını nəyi sualına cavab verdiyinə görə tamamlıqdır. Burada tamamlığımız nə ilə ifadə olunub? Baxın, söz birləşməsi ilə ifadə olunub. Tamamlığımız söz birləşməsi ilə ifadə olunursa, deməli o mürəkkəb tamamlıqdır. Yaxud da başqa bir nümunə deyirəm. Deyirəm ki, məsələn, Azərin maşını bizdədir. Sual verirəm, haradadır? Haradadır sualına cavab verdi, haradadır. Sualına cavab verdiyinə görə ismi xəbərdir. Deməli, Azərin maşını, yox, bunu deməli bizdədir. Azərin maşını nə sualına cavab verdi? Mübtədadır. Düzdür? İndi deyirəm ki, məsələn, Azərin maşınını aldı. Nə etdi? Aldı. Nə etdi sualına cavab verdiyinə görə feil xəbərdir. Nəyi aldı? Azərin maşını. Azərin sözü nəyi sualına cavab verdiyinə görə Azərin maşını deməli oldu tamamlıq. Tamamlığımız nə ifadə olunub? Söz birləşməsi ilə. Söz birləşməsi ilə ifadə olunubsa deməli mürəkkəb tamamlıqdır. Bu formada. İndi deyir tamamlığın ifadə vasitəsi. Tamamlığın ifadə vasitəsi nədir? Tamamlıq baxın isimdən ifadə olunur. Sifətdən ifadə olunur. Saydən ifadə olunur. Əvəzlikdən ifadə olunur. Zərflə ifadə olunur tamamlıq. Məzdərdən ifadə olunur. Sonra məzdər tərkibi ilə də ifadə olunur. Sonra feili sifətdən ifadə olunur. Feili sifət tərkibi ilə də ifadə olunur. Sonra mürəkkəb addan ifadə olunur. Sonra mürəkkəb addan ifadə olunur. Birinci, ikinci, üçüncü növlərlə ifadə olunur. Əsas məsələ nədir? Bunu necə tapacaq? Çox rahatlıqdan. Baxın, deyirəm ki, Azərin maşınını aldı. Nə etdi? Aldı. Feili xəbərdir. Nə etdi sualına cavab verdiyinə görə aldı sözü feili xəbərdir. Nəyi aldı? Azərin maşını. Azərin maşını isə nəyi sualına cavab verdiyinə görə tamamlıqdır. İndi tamamlığımız burada Azərin maşınıdır. Burada tamamlığımız nə ilə ifadə olunur? Baxıram görəm Azərin maşını 3-cü növ təyini söz birləşməsidir. 3-cü növ. Yəni ismi birləşmədir. Demişdik axı, 1-ci, 2-ci, 3-cü növlər hamısı ismi birləşmədir. Azərin maşını 3-cü növ olduğuna görə deməli isim birləşmə ilə ifadə olunur. Tamamlığımız ismi birləşmə ilə ifadə olunur. Yəni söz birləşməsi ilə. Deməli, burada bildik tamamlığın ifadə vasitəsi nədir? Məsələn, deyir ki, Əliyə dedi. Kimə Əliyə? Tamamlığımız burada Əliyə sözdür. Tamamlığımız nitq hissəsi kimi nə ilə ifadə olunub? Əliyə sözü nitq hissəsi kimi nədir? İsim. Yəni tamamlığımız isimlə ifadə olunub. İndi eləyək tamamlığımız məsələn sifətdən ifadə olunsun. Ağıllını işə götürdü. Nə etdi? Götürdü. Nə etdi? İşə götürdü. Xəbər. Kimi, bax, kimi. Ağıllını, kimi sualına cavab verdiyinə görə tamamlıqdır. Çünki dedik axı, hansı sözlər bu suallara cavab versə tamamlıq olacaq. Ağıllının sözü kimi sualına cavab verdiyinə görə tamamlıqdır. Deməli, burada tamamlığımız kimi sualına cavab verdiyinə görə ağıllının sözü tamamlıqdır. Nə ilə ifadə olub? Ağıllı. Ağıllı sifəti ilə ifadə olub. Yəni, tamamlığımız burada sifətlə ifadə olundu. Bu formada. Yəni, tamamlıqla bağlı budur. Tamamlıqda da qeyri-adi, çətin bir şey yoxdur. Əsas məsələ, bilin ki, sizə çox qısa bir yol deyim. Hansı söz, kimə, nəyə, kimi, nəyə, haranı, kimdə, nədə, kimdən, nədən, kim ilə, nə ilə, kim üçün, nə üçün, kim haqda, nə haqda bu suallara cavab verirsə, bilin ki, həmin sözlər tamamlıqdır. Tamamlıq əşyanın obyektin bildirir də. Yəni, tamamlığın üzərində hər zaman iş görülür. Hansı söz bu suallara cavab verirsə, tamamlıqdır. Və
tamamlığımız qurulursa sadə mürəkkəb olur. Sadə tamamlıqlar sözlərdən. Gördünüz ki, tamamlığımız sözdən ifadə olunub. Deyirsiniz sadədir. Gördünüz ki, tamamlığımız söz birləşməsi ilə ifadə olunubsa, deyin ki, mürəkkəbdir. Və tamamlığın ifadə vasitəsi nə ola bilər? İsim ola bilər, sifət ola bilər, sayı ola bilər. Əvəzlik, zərf, məsdər, məsdər tərkibi, feil və feil sifət tərkibi, mürəkkəbat, birinci, ikinci, üçüncü növ hamısı ola bilər. İkinci gəldik təyin. Baxın. Təyin nədir? Təyini tapmağın qaydasını deyim. Təyini tapmaq üçün bilmək lazımdır ki, necə, nə cür, hansı, neçə, nə qədər, neçənci. Bax, necə, nə cür, hansı, neçə, nə qədər, neçənci sualına cavab verən sözlər. İsmi izah eləsə, ismi izah etsə, təyin olur. Məsələn, deyirəm ki, yaxşı iş. Bax, necə iş? Necə sualına cavab verən yaxşı sözü nəyin yaxşılığını bildirib? İşin. Yəni, necə, nə cür, hansı sualına cavab verən yaxşı sözü iş ismini izah edib. Ona görə necə, nə cür sualına cavab verən yaxşı söz olacaq? Təyin. Nitqi səs kimi yaxşı nədir? Sifət. Cümlə kimi nə oldu? Təyin. Sonra, deyirəm ki, dünənki hadisə. Necə, nə cür, hansı sualına cavab verən dünənki sözü? Hadisə ismini izah etdi. Ona görə hansı sualına cavab verən dünənki sözü olacaq? Təyin. Təyinin altından yadda saxlayın, dalğalı xət çəkilir, dalğalı. Yaxud da deyirəm ki, 5 kitab. Düzdür? Neçə sualına cavab verən 5 sözü kitab ismini izah edib. Ona görə neçə sualına cavab verən 5 sözü olacaq? Təyin. Deməli, bu suallara cavab verən söz əsas məsələ ismi izah eləsin. Onda necə, nə cür, hansı, neçə, nə qədər, neçə sualına cavab verən söz avtomatik təyin olur. Yaxud da deyirəm ki, bu yer. Hansı yer? Bu. Hansı sualına cavab verən bu sözü yer ismini izah etdiyinə görə hansı sualına cavab verən bu sözü cümlə kimi olacaq nə? Təyin. Yaxud da deyirəm ki, bəzi sözlər. Hansı sualına cavab verən bəzi sözü söz ismini izah etdiyinə görə hansı sualına cavab verən bəzi sözü oldu nə? Təyin oldu. Sonra desəm ki, bizim iş. Hansı sualına cavab verən bizim sözü iş ismini izah etdiyinə görə hansı sualına cavab verən bizim sözü olacaq? Təyin cümlədə. Yaxud da desəm ki, məsələn, hər adam. Deməli, hansı adam sualı? Hansı sualına cavab verən hər sözü adam ismini izah etdiyinə görə hansı sualına cavab verən hər sözü olacaq? Təyin. Yaxud da deyirəm ki, necə yer? Necə sualı yer ismini izah etdiyinə görə necə sualı cümlə kimi oldu? Təyin. Təyinin suallarından biri də necə idi ona görə. Yaxud da başqa bir nümunə deyirəm. Deyirəm ki, oxuyan uşaq. Necə sualına cavab verən oxuyan sözü uşaq ismini izah etdiyinə görə necə sualına cavab verən oxuyan sözü olacaq nə? Təyin olacaq. Məsələn, yaxud da deyirəm, məktəb direktoru Adil. Adil kim sualına cavab verdi? Hansı Adil? Məktəb direktoru. Hansı sualına cavab verən məktəb direktoru sözü Adil ismini izah etdiyinə görə hansı sualına cavab verən məktəb direktoru sözü oldu nə? Təyin. Qısa, konkret, təyini rahat tapmağın yolunu deyirəm. Necə, nə cür, hansı, neçə, nə qədər, neçən sualına cavab verən söz ismi izah etdi ki, bilin ki, necə, nə cür, hansı, neçə, nə qədər, neçən sualına cavab verən söz olacaq? Təyin. Təyin olacaq. Bəs yaxşı, təyin qurulursa necə olur? O da elə tamamlıq kimi, mübtəda xəbər tamamlıq kimi, o da qurulursa sadə olur, mürəkkəb olur. Bunların fərqi yoxdur. Sadə təyinlər sözlərlə ifadə olunur.
Mürəkkəb təyinlər söz birləşməsini ifadə olunur. Baxın bura. Burada təyinimiz yaxşı işdə, yaxşı təyində, düzdür? Nə ilə ifadə olunub? Sözdən. Dünənki hadisədə dünənki. Təyinimiz nə ilə ifadə olunub? Sözdən. Təyinimiz nə ilə ifadə olunub 5 kitabda? 5. Sözdən. Burada təyinlərin hamısı hansı ki sözdən ifadə olunursa onlar sadədir. Amma bura baxın məktəb direktoru Adil. Hansı Adil? Məktəb direktoru. Burada təyinimiz nə ilə ifadə olunub? Təyinimiz məktəb direktorudur. Söz birləşməsini ifadə olunub. Deməli, burada isə təyinimiz mürəkkəbdir. Sözlə ifadə olunanda sadə olur. Söz birləşməsini ifadə olunanda mürəkkəb olur. Bəs təyinin ifadə vasitələri nədir? Baxın, təyin ifadə vasitələri sifətdir, saydır, əvəzlikdir, zərfdir, tamamlıqdağı kimdir? Sonra bəzən məstərdir, amma qoşma ilə birlikdə. Sonra feili sifətdir. Eyni zamanda feili sifət tərkibidir. Eyni zamanda deməli söz birləşməsidir. Hansı söz birləşməsi? İkinci, üçüncü növdənin söz birləşməsi. Eyni zamanda mürəkkəb adlardır təyin ifadə vasitəsi. Məsələn, sifətdən ifadə olunsun. Yaxşı iş. Bax, yaxşı işdə necə iş yaxşı? Yaxşı necə sualına cavab verdi? İş ismini izah etdi. Ona görə yaxşı söz cümlə özü kimi təyin oldu. Bəs nitq səs kimi nədir? Sifətdir də. Sifətdə necə sualına cavab verib ismini izah edir axı. Ona görə yaxşı söz nitq səs kimi də sifət oldu. Dünənki hadisədə dünənki cümlə özü kimi təyin oldu. Nitq səs kimi nə oldu? Hansı sualına cavab verib ismini izah etdiyinə görə nitq səs kimi oldu? Sifət. Sonra 5 kitabda neçə kitab, neçə sualına cavab verən 5 söz kitab ismini izah etdiyinə görə 5 sözü təyindir cümləsi kimi. Nitq səs kimi nə oldu? Say. Bu yerdə bu sözü hansı sualına cavab verib yer ismini izah etdiyinə görə bu sözü təyin oldu cümləsi kimi. Nitq səs kimi nədir? Əvəzlik. Bəzi sözlərdə bəzi cümləsi kimi təyindir, nitq səs kimi əvəzlik. Bizim işdə bizim sözü cümləsi kimi təyindir, nitq səs kimi əvəzlikdir. Hər adamda hər sözü cümləsi kimi təyindir, nitq səs kimi əvəzlik. Necə yerdə, necə sözü cümləsi kimi təyindir, nitq səs kimi əvəzlik, sual əvəzliyi. Məsələn, yuxarı, sinif sözündə, sinifdə hansı sinif, yuxarı sözü, hansı sualına cavab verən yuxarı sözü, nitq səs kimi, cümləsi kimi yuxarı sözü hansı sualına cavab verib, sinif ismini izah etdiyinə görə yuxarı sözü təyindir, cümləsi kimi. Nitq səs kimi isə yuxarı zərfdir. Oxuyan uşaqda oxuyan sözü necə sualına cavab verib uşaq ismini izah etdiyinə cümləsi kimi təyindir oxuyan sözü. Nitq səs kimi isə oxuyan feili sifətdir. Məktəb direktorunda məktəb direktoru hansı sualına cavab verib Adil ismini izah etdiyinə görə məktəb direktoru cümləsi kimi təyindir. Amma morfoloji cəhətdən isə bu artıq morfoloji cəhət demirik buna, söz birləşməsini ifadə olunur. Belə. Məktəbin direktoru cümləsi kimi təyindir. Nə ilə ifadə olunub? Üçüncü növdənin söz birləşməsinə, yəni söz birləşməsinə ifadə olunur. Sonra deyir ki, səhifəni deyərdik. Deyir ki, ayın əfsanəsini mənə nənəm danışmışdı. Deməli, müəllimlər. Biz cümlə üzvləri mövzusunu keçəndə birinci nəyə keçdik? Mübtada, xəbəri, düzdür? Sonra ikinci dərəcəli üzvləri, tamamlığı, təyini. Bunu keçdik, zərfliyi növbəti dərsimizdə keçdik. Yəni, deməkdə məqsədim nədir? Cümlə üzvlərini təhlil edən zaman, baxın, bu hissəyə diqqətlə qulaq asın. Cümlə üzvlərini təhlil edən zaman birinci hər zaman xəbərə sual verin. Xəbərə sual verin. Daha sonra xəbəri tapandan sonra cümlədə, xəbər də adətən cümlənin sonunda olur. Daha sonra mübtədaya sual verin. Sonra başlayın, ikinci dərəcəli üzvlər var, tamamlıq deyən zərflik. Baxın, onları tapın. Yəni, onların sualını verməklə tapın da. Hərəsinə özünün sualını verin. Yəni, xəbər tapanda xəbərə xəbərin sualını verin. Mübtədanı tapanda mübtədaya mübtədanın sualını verin. Tamamlıq deyən zərfliyi də tapanda hərəsinin öz suallarını verin. Ayın əfsanəsini mənə nənəm danışmışdı. Nə etmişdi? Bax, nə etmişdi? Nə edib? Danışmışdı. Danışmışdı oldu, xəbər altına 2 düz xət çəkdim. Nə et sualına cavab verdiyinə görə bildim ki, bu danışmışdı feili xəbərdir. Dedik, axı, feili xəbər nə et sualına cavab verir. Sonra, ikinci,
Kim danışıb mənə? Demirik ayın əfsanəsi mənə nənəm danışmışdı. Nə etmişdi? Danışmışdı. Xəbər. Kim danışıb? Bax, kim danışıb? Nənəm. Nənəm kim sualına cavab verdiyinə görə mübtada. İndi ayın əfsanəsini mənə nənəm danışıb. Kimə danışıb? Mənə. Mənə söz isə kimə sualına cavab verdi? Kimə sual tamamlığın sualı olduğuna görə mənə söz tamamlıq oldu. Nəyi mənə nənəm danışıb? Bax, nəyi mənə nənəm danışıb? Ayın əfsanəsini sözdə nəyi sualına cavab verdiyinə görə ayın əfsanəsini o da tamamlıq oldu. Çünki nəyə sual? Tamamlıq sualdır. İndi digər cümləsində tamamlıqlar nə ilə ifadə olunur? Bax, bu cümlədə iki tamamlıq var da. Ayın əfsanəsini bir də mənə. Birincisində ayın əfsanəsi söz birləşməsidir, yəni ismi birləşmə. Mənə isə əvəzlikdir. Deməli, tamamlıqlarımız ismi birləşmə ilə bir də əvəzlikdə ifadə olunur. C bəndi 3-də. 4-də. Sözləri bir ildırım kimi insanın beyninə sancılardı. Nə edərdi? Sancılardı. Bax, fikir verin. Birinci, xəbərə sual verdim. Nə edərdi? Sancılardı, xəbər. Nə et sualına cavab verdiyinə görə də feil xəbər. Sözləri bir ildırım kimi insanın beyninə sancılardı. Nə edərdi? Sancılardı, xəbər. Nə sancılardı? Nə sancılardı? Sözləri. Sözləri nə sualına cavab verdiyinə görə mübtada. Nəyə sancılardı? Nəyə sancılardı? İnsanın beyninə nəyə sualına cavab verdiyinə görə bu da oldu tamamlıq. Bu da oldu tamamlıq. Bu sözlər də nə sualına cavab verdiyinə görə mübtada. Necə insanın beyninə sancı? Bax, necə sancılardı? İldırım kimi. İldırım kimi necə sualına cavab verdi və ildırım kimi necə sualına cavab verən söz nəyi izah edib? İldırım kimi sancılardı. Hərəkəti izah edib deyə bu zərflikdir. Zərflik. Zərfliyi keçməmişik, keçəcək. İndi bizdən onsuz da zərfliyi soruşmur. Tamamlıq nə ilə ifadə olunub deyir. Tamamlığımız burada insanın beyninə deməli birləşməsidir. İnsanın beyni də ismi birləşmə olduğuna görə tamamlığımız isim birləşmə ilə ifadə olunub. 4-də C-dir cavab. Sonra dostunun işə laqeyd münasibətini xoşlanmırdı. Xoşlanmırdı. Cümləsində tamamlıq nə ilə ifadə olunub? Nə etmirdi? Xoşlanmırdı. Xəbər. Feili xəbərdir. Nəyi xoşlamırdı? Xoşlamırdı, nə etmirdi? Xoşlamırdı, xəbər. İndi sual yaranır. Dostunun işə laqeyd münasibətini xoşlamırdı. Nə etmirdi? Xoşlamırdı. Nəyi xoşlamırdı? Dostunun işə laqeyd münasibətini. Bütövlükdə nəyi sualına cavab verdi? Deməli, tamamlıqdır. Tamamlığımız nə ilə ifadə olunub? Dostunun münasibəti. İsim birləşmə ilə ifadə olunub. Dostunun münasibəti üçüncü növ tənə söz birləşməsidir. Yəni, isim birləşmə ilə ifadə olunub. D bəndidir 5-də. Bundan mən də razıyam. 6-cı sual izah edirəm. Cümləsində tamamlıq nə ilə ifadə olunub? Razıyam. Necəyəm? Razıyam. Xəbər. Xəbər. Özdə ismi xəbərdir. Nədən razıyam? Nədən razıyam? Nədən sualına cavab verdiyini bundan. Nədən sualına cavab verdiyini bundan oldu. Tamamlıq. Mən də razıyam. Kim razıdır? Mən. Mən kim sualına cavab verdiyinə görə bu da mübtada. İndi tamamlıq nə ilə ifadə olunub? Bundan sözü burada tamamlıqdır. Nədən sualına cavab verdiyinə görə. Tamamlığımız nə ilə ifadə olunub? Əvəzlikdir. 7-ci sual. Abırlı ilə dostluq et, abırsızdan uzaq ol. Cümləsində tamamlıq nə ilə ifadə olunub? Nə et, dostluq et, xəbər. Kimi ilə, bax, kimi ilə dostluq et, kimi ilə sualına cavab verir, deməli tamamlıqdır. Abırlı ilə. Abırsızdan uzaq ol. Necə ol, uzaq ol, xəbər. Kimdən uzaq ol? Abırsızdan. Kimdən sualına cavab verdiyinə görə abırsızdan sözdə tamamlıqdır. Tamamlıqlar nə ilə ifadə olunub? Bax, tamamlıqlar burada tamamlıqlar nə ilə ifadə olunmuşdur? Burada qoşmalı sözdən ifadə olunub abırlı ilə. Qoşmalı sözdən ifadə olunub. Burada isə abırsızdan tamamlığımız isə və ikisində də abırlı da qoşmalı sözdür, düzdür, i ilə qoşmadır, amma abırlı sifətdir. Yəni, burada tamamlığımız sifətdən ifadə olunub. Eyni zamanda abırsızdan sözündə də tamamlığımız abırsız sifəti ilə ifadə olunub. Yəni, hər ikisinin tamamlığımız sifətdən ifadə olunub. D bəndi 7-dir. Abırlı, abırsız çünki sifətdirlər. Qırmızı güllü paltar onun gözəlliyini daha da artırırdı. Nə edirdi? Artırırdı xəbər. Nə artırırdı? Paltar mübtada. Necə paltar? Necə paltar? Güllü paltar. Güllü necə sualına cavab verdi? Necə paltar? Qırmızı paltar. Qırmızı da necə sualına cavab verdi? Nəyi artırırdı? Bax, nəyi artırırdı? Onun gözəlliyini. Onun gözəlliyi nə sualına cavab verdiyinə görə tamamlıqdır.
Tamamlığımız nə ifadə olunub? Onun gözəlliyi. İsim birləşmə ilə ifadə olunub da 3-cü növdür. D bəndi. 9-cu sualda. Cabbar Qarayağdı oğlu məclisdə oturanları diqqətlə süzdü. Nə etdi? Süzdü. Xəbər. Kimi süzdü? Bax, kimi süzdü? Məclisdə oturanları kimi sualına cavab verdiyinə görə tamamlıq. Tamamlığımız nə ilə ifadə olunur? Məclisdə oturan, anən, fe'l sifət tərkibi ilə özünün əvvəlki sözü, oturan sözü özünün əvvəlki məclisdə sözünün özünə tabi edib bütövlükdə bir suala cavab verdi və tərkib yaratdı. Yəni, anən də fe'l sifət şəkilsiz axı. Yəni, fe'l sifət tərkibi yaratdı. Yəni, tamamlığımız fe'l sifət tərkibi ilə ifadə olunub. Cavabımız E bəndi. Tamamlığı fe'li birləşmə ilə ifadə olmuş cümləni müəyyən edin. Fe'li birləşmə ilə ifadə olmuş cümləni müəyyən edək. Aha. Deməli, biz gənclərə vətəni qorumağı öyrətməliyik. Nə etməliyik? Öyrətməliyik xəbər. Nəyi öyrətməliyik? Baxın, nəyi öyrətməliyik? Vətəni qorumağı. Tamamlıq. Tamamlığımız nəyinə ifadə olunub? Maqmaq məstərdir də özündən əvvəlki vətən sözünü özünə tabi edib bütövlükdə nəyi sualına cavab verib? Yəni, məstər tərkib yaradıb. Yəni, tamamlığımız burada məstər tərkibi ilə, yəni fe'li birləşmə ilə ifadə olunub. Axı, biz demişdik, məstər tərkibi, fe'li sifət tərkibi, fe'li bağlama tərkibi, onların hamısı fe'li birləşmə hesab olunub. Burada da tamamlığımız məstər tərkibi ilə ifadə olunduğuna görə, yəni fe'li birləşmə ilə ifadə olunub. Cavabımız onda A bəndidir. İndi müəllimlər, təyinlə bağlı 2-3 test izah eləyəm, ondan sonra təyindən ondan deyim, ondan sonra keçək təzdən tamamlığa. Yenə deyirəm, təyin tapmanın qaydası necədir? Necə, necə hansı, neçə, nə qədər, neçənin sualına cavab verən söz gördünüz ki, ismi izah edir. Bilin ki, necə, necə hansı, neçə, nə qədər, neçənin sualına cavab verən söz təyindir. Yaxşı. İndi cümləyə baxaq. Adamları vahiməyə salan xəbər bir anda kəndə yayıldı. Nə etdi? Yayıldı xəbər. Hara yayıldı? Kəndə. Kəndə sözü hara sualına cavab verdiyinə görə zərflik. Nə vaxt sualına cavab verdi? Bir anda. Bu da zərflikdir. Nə kəndə yayıldı? Bax, nə kəndə yayılıb xəbər. Hansı xəbər? Adamları vahiməyə salan. Adamları vahiməyə salan hansı sualına cavab verdi? Hansı sualına cavab verən adamları vahiməyə salan sözü xəbər ismini izah etdi. Ona görə hansı sualına cavab verən adamları vahiməyə salan oldu təyin. Təyinimiz nə ifadə olunub? Adamları vahiməyə salan, anəm, fe'l sifət tərkibi ilə ifadə olunub. Yəni, təyinimiz fe'li birləşmə ilə ifadə olunub. Cavabımız D bəndi. İkinci nümunə izah edeyim. Nümunədəki təyin hansı cümlə üzvünə aiddir? Eşit bu nəğməmi, Təbriz gözəli. Nə et? Eşit. Eşit nə et sualına cavab verdiyinə görə xəbərdir. Nəyi eşit? Bax, nəyi eşit? Nəğməmi eşit, tamamlıq. Hansı nəğməmi bu? Bu, hansı sualına cavab verən bu sözü nəğmə ismini izah etdi. Ona görə hansı sualına cavab verən bu sözü təyindir. Təyinimiz nə ilə ifadə olunub? Bu, nitq səsimi nədir? Əvəzlik. İndi deyir, təyin hansı cümlə üzvünə aiddir, deyir. Demir, nə ilə ifadə olunub? Deyir, hansı cümlə üzvünə aiddir. Mən də baxıram, görürəm ki, hansı sualına cavab verən bu təyini nəğməmi, nəyi sualına cavab verən nəğməmi tamamlığına aiddir. Yəni, bu nəğməyə aiddir də, düzdür, nəğməmi sözdə tamamlıqda axı. Deməli, tamamlığa aiddir təyin burada. C bəndi. Sonra, üçüncü sualı deyirəm. Nümunədəki təyin hansı cümlə üzvünə aiddir? İndi mən çox sözü unutmuşam. Nə etmişəm? Unutmuşam xəbər. Nəyi unutmuşam? Nəyi unutmuşam? Sözü. Sözü tamamlıq. Sözü nəyi sualına cavab verdiyinə görə tamamlıqda. Nə qədər sözü? Bax, nə qədər sözü? Çox sözü. Nə qədər sualına cavab verən çox sözü söz ismini izah etdiyinə görə nə qədər sualına cavab verən çox söz olur təyin. Təyin burada hansı cümlə üzvünə aiddir? Sözü nəyi sualına cavab verir və çox sözü də nə qədər sualına cavab verən çox sözü sözü sözünə aiddir. Sözü də nəyi sualına cavab verdiyinə görə tamamlıqdır. Yəni tamamlıq sualına cavab verir. Deməli burada təyin tamamlığa aiddir. 3A. Deməli 4-cü sualda deyir ki onun dünəndən bəri gözlədiyi adam uşaq dostu idi. Kim idi? Bax, kim idi?
uşaqlıq dostu. Kim idi sualına cavab verdiyinə görə isim xəbərdir. Axı isim xəbərin suallarından biri də idi imişdən cərirdir. Kim idi? Uşaqlıq dostu idi. Uşaqlıq dostu bir yerdə isim xəbərdir. Kim uşaqlıq dostu idi? Adam. Adam kim sualına cavab verdiyinə görə o da mübtədadır. Hansı adam uşaqlıq dostu idi? Onun dünəndən bəri gözlədiyi. Hansı adam uşaqlıq dostu idi? Onun dünəndən bəri gözlədiyi. Deməli, onun dünəndən bəri gözlədiyi hansı sualına cavab verib, adam ismini izah edib. Ona görə onun dünəndən bəri gözlədiyi oldu təyin. Bəs təyin nə ilə ifadə olunub? Onun dünəndən bəri gözlədiyi. Dığı deyil, feil isfə şəkilçisidir. Özündən əvvəlki sözləri özünə tabi edib, bir dənə suala cavab verib, hansı suala cavab verib, ona görə tərkib yaradıb. Yəni feil isfə tərkibi ilə ifadə olunub. Cavabımız 4-də D bəndi. Hansı cümlədə təyin sa ilə ifadə olunub? Deməli, B-yə baxın, 3-cü dəstə ayaq saxladı. Nə etdi? Ayaq saxladı, xəbər. Kim? Kim ayaq saxladı? Dəstə, mübtada. Neçənci dəstə? 3-cü. Neçənci sualına cavab verən 3-cü sözü? Dəstə ismini izah etdiyinə görə neçənci sualına cavab verən 3-cü sözü oldu? Təyin. Təyin nə ilə ifadə olunub? 3-cü nitq seçimi nədir? Say. Demək, təyin say ilə ifadə olunub. 5-də B oldu. 6. Hansı cümlədə təyin feili sifətlə ifadə olunmuşdur? Təyin feili sifətlə ifadə olunub. Bağdakı ağacların bəziləri qurumuşdur. Feili sifətlə ifadə olunub. Düzdür? Deyil. Baxın, D-yə baxaq, B-yə baxaq. Dənizdən əsən külək sərinlik gətirirdi. Aha, bircə dəqiqə. Nə edirdi? Deməli, gətirirdi xəbər. Nə gətirirdi? Sərinlik. Sərinlik nə sualına cavab verdiyinə görə mübtada. Yox, burada bir də. Dənizdən əsən külək sərinlik gətirir. Nə edirdi? Sərinlik gətirirdi xəbər. Nə sərinlik gətirirdi? Külək mübtada. Hansı külək? Dənizdən əsən. Hansı sualına cavab verən dənizdən əsən sözü? Külək ismini izah etdiyinə görə. Hansı sualına cavab verən dənizdən əsən oldu? Təyin. Təyinimiz nə ilə ifadə olunub? Əsəndə anəm var da, feili sifət. Özündən əvvəlki sözü, dənizdən sözünü, özünə tabi edib bir suala, hansı suala cavab verib, belələ tərkib yaradıb. Yəni, burada təyinimiz feili sifət tərkibi ilə ifadə olunub. Bizdən deyir, feili sifətlə ifadə olunsun. Tərkibi ilə yox. Sürüşkən yolda gediş-gəliş azalmışdı. Nə etmişdi? Bu, ümumiyyətlə, burada feili sifətin şəkilçisi olmadığına görə, bu feili sifətdən ifadə olunan burada təyin yoxdur. Təyyarələr düşmənin mövqeyini bombalayıb geri qayıdarkən lap alçaqdan uçurdu. Burada da feil sifətin şəkilçisi olmadığına görə burada təyin feil sifətdən ifadə oluna bilməz. Çünki feil sifət olmağına görə gərək mütləq onun şəkilçisi olmalıdır. E-yə baxaq, rahib təkrarladığı mövzuları yaxşı bilir. Bilirdi. Nə edirdi? Bilirdi. Xəbər. Kim bilirdi? Rahib. Mübtada. Nəyi bilirdi? Nəyi bilirdi? Mövzuları nəyi sualına cavab verdiyinə görə tamamlıq. Hansı mövzuları? Təkrarladığı mövzuları. Hansı sualına cavab verən təkrarladığı sözü mövzu ismini izah etdiyinə görə hansı sualına cavab verən təkrarladığı sözü olur? Təyin. Təyin olur. Və təyinimiz nə ilə ifadə olunub? Təkrarladığı sözü təyindir. Dığı deyil feil sifət şəkilçisi olduğuna görə feil sifətdən ifadə olunub. Daha tərkibi ilə ifadə olunmayıb, çünki özündən əvvəlki sözü özünə tabi eləməyib. Rahib sözünü özünə tabi etməyib. Bax, fikir verin. Tabi etsəydi, bütövlükdə bir suala cavab verirdi. Amma bax, onu ayrı-ayrı suala cavab verib. Rahib təkrarladığı mövzuları yaxşı bilirdi. Nə edirdi? Bilirdi xəbər. Kim bilirdi? Rahib mübtada. Nəyi bilirdi? Mövzuları. Tamamlıq. Hansı mövzuları təkrarladığı? Bax, fikir verin. Təkrarladığı sözü təklikdə suala cavab verdi. Hansı sualına cavab verdi? Ona görə təyindi. Təyinimiz nə ilə ifadə olundu? Feili sifətlə ifadə olundu. Dığı feil sifət şəkilçisidir. Ona görə 7. Cümlədə təyin nə ilə ifadə olunub? Nazir universitetdə təhsil alan tələbələri qəbul etdi. Nə etdi? Qəbul etdi. Xəbər. Kimi qəbul etdi? Kimi sualına cavab verdiyinə görə tamamlıq. Tələbələr kimi sualına cavab verdi? Tamamlıq. Hansı tələbələri universitetdə təhsil alan hansı sualına cavab verdiyinə görə təyin. Hansı sualına cavab verən universitetdə təhsil alan tələbə ismini izah etdiyinə görə universitetdə təhsil alan oldu təyin. Nə ilə ifadə olunub? Təhsil alan. Anən şəkilçisi var. Feil sifət şəkilçisidir. Özünə əvvəlki sözləri özünə tabi edib tərkib yaradıb. Yəni feil sifət tərkibi ilə ifadə olunub. Cavabımız C bəndi. Təyinimiz feil sifət tərkibi ilə ifadə olunub. 8-ci sual. İlk Azərbaycan operasına qulaq asmağı çox arzulayan Zərdabi əfsus ki onu görmədi. Cümləsində təyin nə ilə ifadə olunub?
Nə etdi? Görmədi xəbər. Kim görmədi? Zərdabi mübtada. Hansı Zərdabi? Bax, hansı Zərdabi? İlk Azərbaycan operasına qulaq asmağı çox arzulayan Zərdabi. Deməli, təyinimiz hansı sualına cavab verən ilk Azərbaycan operasına qulaq asmağı çox arzulayan. Hansı sualına bu cavab verir? Həmin o Zərdabi ismini izah edib, ona görə ilk Azərbaycan operasına qulaq asmağı çox arzulayan birləşməsi təyin olur. Çünki hansı sualına cavab verib ismini izah edib. Nə ifadə olunub? Arzulayan anəm feil sifət şəkilçisi özündən əvvəlki sözləri özünə tabi etdi və feil sifət tərkibi yaratdı. Yəni feil sifət tərkibinə ifadə olundu B bəndi. Truppa rəhbəri Mirzağa Əliyev işlər barədə məlumat verdi. Nə etdi? Məlumat verdi. Xəbər. Kim? Mirzağa Əliyev. Kim sualına cavab verdiyinə görə mübtada. Hansı Mirzağa Əliyev? Hansı Mirzağa Əliyev? Truppa rəhbəri. Hansı sualına cavab verən truppa rəhbəri? Mirzağa Əliyev ismini izah etdi. Ona görə hansı sualına cavab verən truppa rəhbəri oldu təyin. Nə ifadə olunub təyinimiz? Truppa rəhbəri. Söz birləşməsi isim birləşməyinə ifadə olunub. İkinci növdən cavabımız ona görə B bəndi. Sonra 10-cu sualı izah edirəm. Deyir ki, azad olmaq üçün uzun illər mübarizə aparan Azərbaycan indi müstəqil ölkədir. Təyin nə ilə ifadə olunub? Nədir? Deməli, ölkədir. Xəbər. Necə ölkədir? Müstəqil. Təyin. Kim müstəqil ölkədir? Azərbaycan mübtada. Hansı Azərbaycan? Azad olmaq üçün uzun illər mübarizə aparan. Hansı sualına cavab verən? Azad olmaq üçün uzun illər mübarizə aparan birləşməsi Azərbaycan ismini izah etdiyinə görə azad olmaq üçün uzun illər mübarizə aparan olur təyin. Nə ifadə olunub təyinimiz? Anəm feil sifət şəkilçisi özündən əvvəl sözü özünə tabi edib tərkib verir. Yəni feil sifət tərkibinə ifadə olundu. Onda D bəndi. Necə, deməli nədir? Müstəqil ölkədir. Müstəqil ölkədir bir yerdə xəbər olur. Deməli təyinimiz nəyinə ifadə olundu? Azad olmaq üçün uzun illər mübarizə aparan feil sifət tərkibinə ifadə olundu. Cavabımız D bəndi.